insanın hər günü bayramdır. Mən də arzuluyuram ki, hər gününüz huzurlu, gözəl, pozitiv və ən əsası sağlam keçsin ki, elə hər gün sizə bayram kimi gəlsin. Salamlayıram hər birinizi. Günün bundan sonraki hissəsinin də çox xoş keçməsi diləyi ilə söyləmək istəyirəm ki, sağlam gün ay başladı. Canlı-canlı qarşınızdayıq. Bugün də ənənəmizə sadiq qalaraq sizə faydalı olmağa çalışacağıq. Təbii ki, tək mən yox, tək sağlam gün ay yox, həmçinin dəyərli həkimlərimizlə bərabər. Bugün də bizi izləməkdə çox böyük fayda var. Çünki bir doğru məlumat belə həyatımızı tamamilə dəyişə bilər və nə xoş sağlam gün aya, nə xoş bizim komandamıza, nə xoş bizim həkim kollektivimizə ki, hər gün sizdən bu xoş geri dönüşləri alırıq. Hansı ki, elə verilişimizdə izlədiyiniz, eşitdiyiniz bir doğru məlumatla özünüzdə olan əlaməti kəşf edərək, diqqətə alaraq həkimə müraciət edirsiniz və erkən olaraq xəstəliklərin qarşısını alıb onların müalicəsi istiqamətində addımlar atırsınız və erkən müraciət, necə deyərlər, can qurtarır hər bir halda, hər bir xəstəlikdə. Bugün də bizi diqqətlə izləyin, necə ki izləyirsiniz. Minnətdaram hər birinizə bu izləmələriniz üçün və təbii ki, minnətdar olacağım daha bir sponsorlarımız var. Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi və Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzindən sizə bir yeniliyi diqqətinizə çatdırmaq istəyirəm. Bu kardizyo müayinəsidir. Nədir bu müayinə? Cəmi 4 dəqiqə ərzində ürək sağlamlığınızı yoxlaya bilərsiniz. Heç bir ağrı yoxdur, heç bir iynə yoxdur, heç bir təsir yoxdur. Sadəcə yoxlanma və inanın, bax bu nəticələriniz 4 dəqiqənizi alacaq. 4 dəqiqə ərzində bu nəticələr birbaşa, bax elə o aparatla göndəriləcək Almaniya və orada müəyyən olunaraq sizin ürək sağlamlığınızın kiçik detallarına kimi məlumat alacaqsınız. Bu təkcə təbii ki, xəstə insanlara aid deyil, eyni zamanda profilaktik müayinəni üstün tutanlar və yaxud da 5 ildən sonra, 10 ildən sonra nə olacağını və təbii ki, bugün nə baş verəcəyini öyrənmək üçün çox gözəl əlinizə məlumat verə bilər. Ona görə ürəyinizi qorumağın asan və müasir yolu kardizyo müayinəsi Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzində Ulduz 0033 çağrı mərkəzi və ya 077 502 0033 ilə əlaqə saxlaya bilərsiniz. Növbəti sponsorumuz Alfa-Xrom, hansı ki, arıqlamaq üçün sizin köməyinizə çata biləcək bir arıqlama vasitəsidir. Dərman vasitəsi deyil, qida əlavəsidir. Əgər iştahınız çoxdursa, eyni zamanda artıq çəkidən əziyyət çəkirsiniz və bir çoxunuzun qeyd etdiyi kimi qarın nahiyəsində olan piylər, bel nahiyəsində olan piylər sizi narahat edirsə, geyimlər geyinə bilmirsiniz, kompleks hissi yaşayırsınız, o zaman Alfa-Xrom qəbul etməklə, burada bir xrom əlavəsindən söhbət gedir, hansı ki, xüsusi halda sizə Alfa-Xromun içərisində təqdim olunur, hansı ki, bu da sizi daha tez arıqlamaq, xüsusən də sizi narahat edən o qarın və bel nahiyəsində olan piylərdən tez qurtulmağa imkan verə biləcək bir qida əlavəsidir. Əks təsirləri ola bilər. Həkimlə məsləhətləşmək vacibdir. 055 766 48 38 qaynar xətti Alfa-Xromla artıq çəkidən az ol. Sponsorlarımıza təşəkkür elədik və biz başladıq. Proqramımız canlı-canlı yayımlanır. 055 254 0106 sizin üçün aktivdir. TikTok canlı yayımımızı aktivləşdirmişəm. Bayaqla sizdən danışıram. Deyəcəklər ki, Günay bizi unutdu. Elə deyil. Birazdan sizin də suallarınız səslənəcək. Siz də keçid alıb Instagrama, TikToka, WhatsApp-a bizə yaza bilərsiniz. İlk həkim qonağımız kimdir? Əminəm artıq bu sual beyninizdə canlandı ki, bu Günay nə qədər danışdı? Həkimimiz kimdir görəsən? Onu görək. Anonsumuzu izləyin. Dərhal sonra elə həmin həkimi studiyamızda görəcəksiniz. İnsan öz sağlamlığının memarıdır. Sağlamlığı birlikdə kəşf edəcəyik. İllərlə eynəkdən istifadə gələcəkdə gözlə bağlı hansı problemlərə gətirib çıxara bilər? Cərrah oftalmoloq Nərminə Hacıyevanı dinləyərək bilmədiklərinizi öyrənəcəksiniz. Uzun müddət, aylar, illər, bəlkə də simptomsuz gedir, amma daha sonra görmə azalır, onlar gəlmirlər. Gəlmirlər, gözləyirlər, sonra gələndə deyirlər ki, həkim, birdən gözüm görmədi. Birazdan sağlam gün ayda. Və o bizimlə bərabərdir. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq, gözəllər gözəli Nərminə Hacıyeva. Xoş gəlmisiniz doktor. Xoş gördük Günay xanım. Nə yaxşı ki, yenə də burada bir arada var olasınız. Gözəl məlumatlar, çox faydalı məlumatlar pasientlərimiz ilə
paylaşırıq. Bəli, studiyamıza işıq saçır Nərminə xanım hər dəfə gəlişi ilə. Çox sağ olun. Çünki həm özü gözəl insandır, həm özü gözəl xanımdır, həm də gözəl mütəxəssisimizdir. Elə ötən verilişimizdə dəyərli professorumuz, əməkdar həkim Rasim Hacıyev qonağımız olmuşdu. Sizin barədə də bir xeyli danışdıq onunla. Dəyərli professorumuzun yolunu davam etdirən, onun dəyərli qızı, tibb üzrə fəlsəfə doktoru Nərminə xanımla bu gün də sizə faydalı olmağa gəlmişik əziz tamaşaçılar. Onun icra etdiyi əməliyyatlar sayısız sonsuzdur. Kataraktalardır, bu qlaukomalardır, çəpgözlük əməliyyatlarıdır, hansı ki dünyanın bir çox ölkələrindən ona müraciət edib çəpgözlüyün aradan qaldırılması istiqamətində ondan yardım istəyirlər. Ona görə ki, Nərminə xanımın etdiyi çəpgözlüklər geri dönmür. Yəni elə əməliyyatları icra edir ki, doğrudan da nəticələr çox gözəl olur. Təbii ki, eynəkdən azad olma əməliyyatlarını da unutmayaq. Göz dibinin genetik xəstəlikləri və ən əsası bizə ən çox verilən suallardan biri görmə sinirinin atrofiyası. Doktor, bu diaqnoz niyə bu qədər belə yayılıb? Düzdür, mövzumuz bununla bağlı deyil, amma görmə sinirinin atrofiyası ilə bağlı inanmazsınız, bəlkə hər gün biz onlarla mesajlar alırıq. Yəni insanlar soruşurlar ki, doğrudan da bunun çarəsi var. Bilirsiniz niyə? Çünki başqa yerdə müalicəsi yoxdur deyə, pasiyentlər çarəsiz qalır deyə ona görə bizə müraciət edirlər. Çünki biz dönə-dönə bu barədə danışırıq, amma ancaq o halda əgər atrofiya hissəvidir, tam atrofiya deyil. Tam atrofiya görmənizi itirmisinizsə ona görə danışırıq bu barədə dönərək. Görməni itirmədən gəlin, biz əlbəttə ki sizə kömək edək, müalicə edək bu xəstəliyi. Ona görə də gözdə baş verən hər hansı bir dəyişiklik, bəzən deyirsiniz ki, kənarları qaranlıq görürəm, ortanı işıqlı görürəm və yaxud da birdən-birə görməm dəyişilib. Gözümün qabağında nələrsə uçuşur, gözümdə nələrsə canlanır, gözümün qabağına pərdə gəlir, gedir. O zaman da mütləq həkim oftalmoloqa müraciət etmək lazımdır və detallı müayinələri də unutmayaq. Bugünkü mövzumuz anonsumuzdan bəlli oldu. Eynəkdən azad olma əməliyyatlarından danışacağıq və doktor, eynəkdən azad olmaq istəyən insanların sayı günbəgün artır. Biz bilirik ki, bu həm də bir estetik cəhətdən gözəllik əldə etmək üçün olan əməliyyatdır. Bəs yaş necə dəyişir? Hansı yaş qrupunda olan insanlara siz bu əməliyyatı tövsiyə edirsiniz? Ümumiyyətlə, bütün refraktiv əməliyyatlar ancaq 18 yaşından sonra icra etmək mümkündür. Biz bu barədə çox danışmışıq. Niyə? Çünki 18 yaşa qədər boy böyüyür, inkişaf gedir, göz böyüyür, bütün rəqəmlər dəyişir. Hipermetropiya, miyopiya, astigmat, bütün rəqəmlər dəyişir və haçan ki dəyişdi, qutardı, artıq ondan sonra inkişaf olmayacaq, artıq bir dənə yazılan eynək qaldı ömürlük, biz həmən nömrəni, eynəyi silə bilərik. Bir çox valideynlər soruşur, uşağımın 5 yaşı var, 10 yaşı var, 15 yaşı var. Onlar eynəksiz görsün? Xeyr. 18 yaşa qədər eynək taxacaqsınız. 18 yaşından sonra problem deyil, azad edə bilərik. Burada bir çox maraqlı, çox vacib bir məqam var. Yəni, vaxtında eynəyinizi taxın, tənbəlliyin qarşısını alın, qoyun uşaqlarınız eynəkdə 100% görsün. Çünki bütün refraktiv əməliyyatlar eynəkdə olan görməni verir ki, siz həmin əməliyyatları edəndə uşağınız 100% görsün. Bu çox vacibdir. 18 yaşdan sonra edirik və burada artıq üsullar çoxdur. Siz gəlin, biz sizi müayinə edək və təklif edək. Əlbəttə ki, ən rahat üsul, əgər pasiyentin gözündə heç bir problem yoxdursa, həmin refraktiv qüsurların dərəcəsi, yəni eynəyin dərəcəsi çox deyilsə, buynuz gijanın qalınlığı kifayət qədərdirsə, əlbəttə ki, eksimer lazer əməliyyatı ilk öncə təklif edirik. Niyə? Çünki iki göz ikisi eyni anda olur, ağrısızdır, narkozsuzdur, 10 dəqiqə çəkir, pasiyent uzanıb durmaq ilə, eksimer lazerin müddəti bir neçə saniyədir, yəni ən rahatı eksimer lazer. Mən həmişə valideynlərə deyirəm, yüksək miyopiya ilə, sürətlə miyopiya artır uşaqlarda. Mən deyirəm, siz elə eləyin ki, dərəcə çox artmasın ki, 18 yaşından sonra rahat yolu ilə uşağınızı eynəkdən azad edə biləsiniz. Bəli, əgər uşağın gözü dərəcəsi çoxdur, artıq uşaq deyil, böyük olur. Gəlir 18 yaşına çatır. Bəli, valideynlər üçün bütün uşaqlar, yəni bu yaşda uşaqdır. Ona görə, əgər dərəcə çoxdur və elə olur, dərəcə çox deyil, amma buynuz qişa genetik olaraq anadan gəlmə nazikdir. Yəni, mümkün deyil bunu etmək. Əlbəttə ki, başqa yollar var, amma daha rahatı eksimer lazer. Eksimer lazer ümumiyyətlə bir avadanlıqdır. Bu avadanlıq həmişə deyirəm, deyəcəyim də, növləri fərqlidir və ən axırıncı növ, hansı ki, axırıncı çıxan, ən müasiri, ən gözəli, ən mükəmməli və keyfiyyətlisi bizim mərkəzdə Zərifə Əliyev adının Milli Oftalmologiya Mərkəzindədir. Adı Vizumax 800 Smile Pro. Başqa avadanlıqlarımız da var, yəni hətta filiallarda da var, Gəncədə də var. Ona görə müraciət edin, ən müasir avadanlıq ilə biz sizi azad edərik.
Burada bir çox pasiyentlər deyir, həkim, mən qorxuram. Niyə qorxursunuz? Onların arasında yayılıb, qayıdacaq, mənə deyiblər, qayıdacaq, ya da görmə pisləşəcək, yaxşı olacaq bir müddət, daha sonra yenə pis olacaq. Mən ona görə burada deyirəm, avadanlığın rolu çox vacibdir. Siz gözəl avadanlıq ilə bu əməliyyatı keçirdin. Yəni ki, risk olmasın. Biz həkimlər 100% garantiya deməyə heç xoşlamırıq. Çünki burada bu tipdir. Amma bu elə o qədər gözəl əməliyyatdır ki, burada 99,9% garantiya verirəm ki, qayıtmayacaq zəiflik. Əsas məsələ budur. Ömürlük açkidən, eynəkdən azad olacaqsınız. Ona görə rahat olun. Ona görə siz gəlirsiniz, biz yoxlayırıq, tam yoxlayırıq. Miyopiya olan pasiyentlərdə eynəkdən azad olma əməliyyatlarından öncə bu barədə də danışım. Göz dibi çatları bərkidilməlidir. Çünki miyopiya göz iridir, uzundur, ön arxası uzundur və ona görə orada göz dibinin arxasında çatlar əmələ gəlir. Biz argon lazerin vasitəsilə ilk öncə onları bərkidirik ki, gələcəkdə doğuş zamanı ağır şey qaldıranda, nəsə zərbə olanda onlar qopmasın. Daha sonra həmin gözləri eksimer lazer əməliyyatı edib eynəklərdən azad edirik. Doktor, bu bərkimə deyirsiniz, lazerlə hansı ki tətbiq edirsiniz. Onda da 18 yaşı gözləyib sonra bunu etmək lazımdır. Xeyr, 15 yaşından sonra mümkündür. Xüsusən də miyoplarda, hansı ki durmadan artan miyoplar. Məhz miyoplarda, başqa gözlərdə olmur. Demək olar, olmur. Məhz miyoplarda. Ona görə doktor, miyoplar yaxını yaxşı görür, uzağı pis görür. Bəli, bəli. O valideynlər nəzərə alsınlar. Yaxından görmək. Lövhəni yaxşı görməyən bizim balalarımız. Bəli, bir də uzağa baxanda gözlərin qıyan. Qıyırlar, bəli. Qıyırlar, amma o qıymaq da yaxşı deyil. Mən bilirəm, bir dəfə bu haqda siz məlumat vermişdiniz verilişimizdə. Sayənizdə biz də maariflənirik də, doktor. Artıq məlumatlanırıq və dəyərli Nərminə xanım günün birinci yarısında Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində çalışır. Günün ikinci yarısında isə Hat Medicine klinikada pasiyentləri qəbul edir. Siz nömrələri ekranda görürsünüz. Mən istəyirəm bizi TikTokdan izləyən izləyicilərimiz üçün də söyləyim. 051 552 52 34 050 327 18 82 və eynəkdən azad olma əməliyyatlarından danışırıqsa, təbii ki, bu bir istəyə bağlı bir əməliyyatdır. Bəli, istəyə bağlı. Estetik və burada bir çox suallar yaranır ki, yaxşı, pasiyentlər deyir, elə gözəl əməliyyatsa həkimlər özlərinə niyə eləmirlər? Belə çox yayılan bir sual. Elə həkimlər var ki, eynəklidirlər. Bax, o sualın yaranma səbəbləri onların eynək taxmalıdır. Bəli, burada səbəblər fərqlidir. Elə həkim var, mənim oftalmoloq həkim dostum, kolleqam çoxdur. Demək olar, hamısı edib, bir-iki nəfər etməyib, ən yaxın rəfiqəm etməyib. Niyə? Çünki fikirləşir ki, mənim eynəyim mənə yaraşır. Mən eynəyi taxanda mənim burnum daha incə görsənir. Ona görə istəmir eynəkdən azad olmaq. Amma başqa kolleqalarım bu əməliyyatı edib, bir çoxu edib. Elə də həkimlər var. Mənim atam yaşında artıq 40 yaş üzəri olan pasiyentlər. Onlar uzağı ömür boyu yaxşı görüblər. Eynəklərdən istifadə etməyiblər. Ona görə eksimer lazer əməliyyatı ehtiyac olmayıb. Amma 40 yaşdan sonra artıq yaxından görmə problemlər başlayır. Əgər gözdə heç bir refraktiv qüsur yoxdursa, ömür boyu pasiyent yaxşı görüb. Çox qəribədir. 40 yaş tamam olan kimi başlayır o problemlər. Bəli, 42, 43, 44 başlayır. Və bu həkimlər siz gördüyünüz bu uzaq üçün olan eynəklər deyil, bu yaxın üçün olan eynəklərdir. Siz gördüyünüz yaxın üçün olan eynəklərdir və burada eksimer lazeri etmək biz özümüz məsləhət görmürük. Əgər pasiyent uzağı 100% görür, bir dənə yaxın görmə açkidən azad olmaq istəyirsə, yəni məsləhət görmürük. Bəli, əgər pasiyentdə uzaq görmə də pozulub, hipermetropiyası var, müsbəti var. 40 yaşa qədər yaxşı görürdü, 40 yaşdan sonra artıq yaxın, uzaq pozulub. Bəli, burada etmək olar. Lazerdə etmək olar, clear lens əməliyyatı da etmək olar. Xüsusən də müəllimlərdə. Müəllimlər, sizə deyim, ən çox əziyyət çəkənlərdir. Çünki müsbətli refraksiya olan pasiyentlər, dediyim kimi 40 yaşdan sonra zəif görür, yaxını, uzağı. Təsəvvürünüzə gətirin, lövhəyə bir eynək, yaxına baxır başqa eynək. Bu çox çətindir müəllim üçün. Dəqiqə başı bu eynəkləri dəyişdirmək. Ona görə müəllimlər çox, yəni onların həyatı tamam başqa cür olur həmin əməliyyatlardan sonra. Burada artıq hansı əməliyyat daha uyğundur? Lazer əməliyyatı yoxsa clear lens əməliyyatı? Clear lens nədir? Yəni gözün içindən bilur xaric olunur və yerinə ağıllı linza
implantasiya olur. Bu artıq ömürlük bir nəticədir, amma eksimer lazerdə etmək mümkündür. Hansı daha yaxşı olar, hansı daha uyğun olar, artıq müayinə zamanı daha dəqiq deyirik, pasiyenti məlumatlandırırıq. Hətta elə olur pasiyentə bu əməliyyatı da etmək olar, bu əməliyyatı da etmək olar, amma özü Siz demiş, seçir. təki gözü düşsün. Çünki elə hallar olur ki, bəzən pasiyentlər müraciət eləyir, bəlkə də erkən müraciət edirlər, amma gözləri bu əməliyyatlar üçün uyğun olmur. Doktor, bax elə belə bir sual gəldi hal-hazırda bizə, miyop xəstələrdəndir. Çünki bizdə bayaq qeyd elədiniz ki, miyoplarda gözdə durmadan o mənfilik artır da. Onlar da mənfidir də, düzdür? Mənfidir. Uzağı görmürlər. Xüsusən də uşaqlarınızda bunu necə görə bilərsiniz? Əsasən televizoru izləyəndə bizdə Davudda da biraz əmələ gəlmişdi. Elə bilirdim ki, gedirdi televizora yaxından baxırdı. Dedim, ayda, bunda da gəldi, miyopiya çıxdı gözündə. Amma sonra gördüm, yox, bu artıq bir vərdiş halını alır. Amma uşaqlarınız belə edirsə, televizora gəlib yaxından baxırsa, artıq bu bir siqnaldır, bir evdə yoxlayın və bu uşaqlarda durmadan artır. Bəs bu göz dərəcəsi neçə olmalıdır ki, neçəyə kimi gedə bilsin ki, əməliyyat edə biləsiniz bunu? Kimlərdə? Bax, burada buynuz qişan qalınlığından asılıdır. Yəni təkcə o dərəcə yox. Əgər buynuz qişa çox yaxşı qalındırsa, hətta -10 miyopiyanı silmək mümkündür. Əgər nazikdirsə, heç -2-ni, 3-ünü, 4-ü silmək mümkün deyil. Ona görə bu sual bizə də gəlir. Pasiyent gəlmədən direktə yazır, WhatsApp-a yazır ki, -5-i silmək mümkündür. O artıq sizin buynuz qişavuzun qalınlığından və xüsusiyyətlərindən asılıdır. Tək qalınlığından yox. Orada başqa fərqli məqamlar var, hansına ki biz diqqət yetiririk. Ona görə tək açkiyə baxmaq ilə açkinin nömrəsinə baxmaq ilə bunu demək olur. Bax, bəs bu buynuz qişa niyə belə nazilir ki, sonra da gələndə elə pasiyentlər var, çox deyirlər, amma var da müəyyən bir qism var, statistik göstəricilər bunu deyir ki, onlara deyirik ki, bu əməliyyat uyğun deyil. Bu göz qıymaq, bilmirəm, bəlkə bir travma təsir eləyir. Nə təsir eləyir buna? Burada iki səbəb olur. Ya buynuz qişa tam sağlamdır, tam salamatdır, heç bir problem yoxdur. Sadəcə quruluşu nazikdir. Genetik. Genetik olaraq, bəli, quruluşu, qalınlığı nazikdir. Başqa səbəb keratokonus xəstəliyi. Keratokonus xəstəliyi, bəli, buynuz qişa yaxşı idi. Elə olur naməlum səbəblərə görə. Elə olur hansısa vaxtı ilə keçirdiyi travmalar nəticəsində və yaxud da konjunktivitlərin nəticəsində, hansısa iltihabların nəticəsində mütəmadi olaraq pasiyent gözünü oxalayırdı. O qədər oxaladı ki, buynuz qişanı zədələdi və bu buynuz qişanın nazikləşməsinə və qabağa qabarmasına səbəb oldu. Bu artıq düzgün astigmatizm deyil, anadan gəlmə genetik astigmatizm deyil. Bu qeyri-düzgün astigmat həmin xəstəliyə görə buynuz qişa qabardı və qeyri-düzgün astigmatizm əmələ gəldi. Burada nəinki eynəklərdən azad olma əməliyyatları etmək mümkün deyil. O barədə heç biz danışmırıq. Burada artıq xəstəlik kimi dəyərləndirilir və burada hansısa bəzi, yəni ki, əməliyyatlar var, hansı ki qabağını alır, ya əməliyyatlar, ya müalicələr. Artıq keratokonus xəstəliyi, burada yanaşma tam fərqlidir. Ona görə diqqətli olmalıyıq. Bir daha qeyd edirəm, tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq, dəyərli Nərminə xanım bizlə bərabərdir və onunla söhbətdən doymuruq. Suallarınız çoxdur, elə bax bir sualı cavablandırdı. Keçəcəm digər suallara da. Amma öncə bir məlumat var. Mən çox istəyirəm, əziz valideynlər, bir belə iş görürsünüzsə, bir balaca əlinizi saxlayın, mütləq bu məlumatı dinləyin. İnşallah Qurban Bayramı gələcək və Qurban Bayramında tətil günləri olacaq bizim balalarımızın. Bilirəm, sizə də çətindir. İndiki tıxaclarla, yollarla valideyn çalışır, uşaq məktəbə gedir. Uşağı harasa müayinəyə aparmaq belə bir gün ayırmaq, bir saat ayırmaq belə çətindir. Xüsusən də sizdən mən bilirəm ki, Hak Medicin klinikasında xüsusi aparatlar var. İndi mən bu məlumatı oxuyanda biləcəksiniz nəyə görə bu aparatları vurğuladım. Qurban Bayramı ilə əlaqədar məktəblərdə olacaq o tətillərdə Hak Medicin klinikasında fizioterapiya fəaliyyət göstərəcək. İndi deyəcəksiniz ki, göz və fizioterapiya. Bunun açıqlamasını Nərminə xanım verəcək. Mən tarixləri söyləmək istəyirəm. 25, 26, 27, 28, 29, 30 may. Yəni 25-dən 30-na kimi hər iki gündə daxil olmaqla neçə gün elədi? 6 gün ərzində. Uşaqlarınızı zəif görmə və çəpgözlüyün müalicəsi üçün fizioterapiya aparatlarına gətirə bilərsiniz. Hansı ki, bu aparatlar da Hak Medicin klinikasındadır. Doktor, bu aparatlarla bağlı bilirəm ki, diqqətli valideynlər
valideynlər var. Davamlı olaraq övladlarının gözünü qorumaqdan ötürü bu fizioterapiyaya müraciət edirlər və bu aparatlar Hat Medicine klinikasındadır. Nərminə xanımın, Rasim doktorun başçılığı ilə çox gözəl bir komanda orada özləri təyin edirlər və özləri müşahidə edirlər. Uşaqların gözünə bax, gördüyünüz kadrlarda necə? Bu bir fizioterapiyadır. Nərminə xanım, bu haqda valideynlərə məlumat verərdiniz. Biz ona görə deyirik ki, vaxtında müalicələrə gəlin ki, 18 yaşdan sonra rahat yolu ilə uşaqları eynəklərdən azad edə bilərsiniz. Həmin aparatlar məhz bunun üçündür. Həm çəplik üçün, həm zəiflik üçün miopiyanın artmasının qarşısını alır. Tənbəlliyin qarşısını alır. Eynəkdə 100% görməni çatdırır. Binokulyar görməni yaradır. Çəplik bucaqları azaldır. Çox güclü effekti var. Bu aparatlar hər yerdə yoxdur. Bizdə həqiqətən çox güclü aparatlarımız var, fizioterapiya avadanlıqlarımız var. Hansılar ki, vaxtı biz xoşlamırıq, tez-tez çağırırıq, tez-tez gəl, yox. Haçan lazımdır, onda çağırırıq. Əgər miopiyadırsa, ildə 2 dəfə, sadəcə 2 kurs, 10 gün. 10 gün gələ bilmirsiniz, 5 gün. Gündə 2 seans, yarım saat fasilə etməklə ikinci seans 5 günə siz bu aparat müalicəsini tam bitirə bilərsiniz. Yəni, bir həftə kifayətdir. Birinci gün başlayırsınız, 5-ci gün bitirirsiniz. Ona görə məhz bayram günlərində biz elə edirik ki, klinika fəaliyyət göstərsin. Çünki həqiqətən çox çətindir. Biz özümüz də normal şəkildə, bir də görürsünüz, gələ bilmirik. Həmişə uzadırıq, biraz gec gedirik, həm müalicəyə, həm müayinəyə. Amma bizim klinika bayram günlərində çalışır. Ona görə gəlin, fürsətdən istifadə edin. Martda da Novruz bayramında da işləyirdik. Gəldilər, bir çox pasiyentlər gəldilər. Mən həmişə deyirəm, məsuliyyətli valideynləri çox bəyənirəm. Sağ olsunlar. Yəni, həqiqətən elə olur, uşaqlıq vaxtından uşaq gəlirdi bizə. Əməliyyatını eləmişəm, artıq yekə kişidir və yaxud da artıq böyüyüb, məndən də hündür. Hələ də gəlirlər. İnanın ki, həmin gözlər, həmin uşaqlar kimi ki, vaxtında valideynlər gətirdi, gələcəkdə heç vaxt əziyyət çəkmirlər görmələri ilə. Heç vaxt. Görmələrin zəifləməsinin qarşısını alır. Bu bir fizioterapiyada, hansı ki, dəyərli Nərminə xanımın elə rəhbərlik etdiyi Hat Medicine klinikasında var. Nərminə xanım 2 yerdə çalışır. Günün birinci yarısı Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində həm müayinələr, həm əməliyyatları icra edir. Həmçinin də Hat Medicine klinikasında əlaqə nömrəsi ekranlarda. Bir daha valideynlərə səslənirəm. Qurban bayramı ilə əlaqədar tətillərdə fizioterapiya aparatları fəaliyyət göstərəcək Hat Medicine klinikasında 25, 26, 27, 28, 29, 30 may tarixlərində uşaqlarınızı zəif görmə və çəpgözlüyün müalicəsi üçün fizioterapiya aparatlarına gətirə bilərsiniz. Doktor, belə bir sual gəlib ki, hər iki gözü eyni anda eynəkdən azad etmə əməliyyatı etsək, bir göz yaxşı görsə, digər göz pis görə bilərmi? Heç belə hallar ola bilirmi? Niyə pis görsün ki? Xeyr, heç vaxt mümkün deyil. Ümumiyyətlə, eksimer lazer əməliyyatı iki göz ikisi də eyni anda olur. Yəni, fərqli günlərdə olmur. Başqa əməliyyatlardan fərqli olaraq. Məsələn, əgər ICL lens qoyacaqsə, əgər clear lens əməliyyatı edəcəksə, sizin gözünüz eksimer lazerə uyğun deyilsə, başqa fərqli əməliyyatlar ediriksə, bəli, onlar mütləq şəkildə fərqli günlərdə olur. Eksimer lazer o şəkil 2-3 dəqiqə çəkir. Niyə fərqli günlər dedik? Əlbəttə ki, ikisi eyni anda. Siz gəlin, biz tam yoxlayaq, göz uyğundursa təklif edəcəyik, uyğun deyilsə o qədər olur, həkim. İstəyirəm lazer edim, amma biz deyirik təəssüf ki, uyğun deyil. Ya eynək taxaq, ya da həmin başqa gözünün içinə linza qoyaq. Yəni, uyğun deyilsə heç vaxt demirik ki, uyğundur. Ona görə arxain olsunlar, bir göz niyə yaxşı görsün, bir göz pis görür. Əlbəttə ki, ikisi də yaxşı görəcək. Ümumiyyətlə, eynəkdə nə görürsünüz, onu görəcəksiniz. Bəlkə bir göz tənbəldir, bəlkə onu nəzərdə tuturlar. Bəlkə də onu ətraflı yazmır. Bəlkə bir göz 100% görür, o birisi göz eynəkdə 20% görür. Vaxtı ilə orada olub çəpgözlük, vaxtı ilə orada dərəcə daha çox olub, bir göz işləyib, imkan verməyib, həmin tənbəl göz işləsin. Bəli, onda həmin göz zəif görür. Zəif deyəndə ki, eynəkdə nə görəcək? Ən azı onu görəcəksiniz. Bəlkə də biraz daha yaxşı, bir 10%, 20%, 30% daha yaxşı. Yəni, eynəkdə amma nə görürsə, gözlərin arasında fərq yenə də olacaq. Əgər eynəkdə o ömür boyu eynək taxıb, amma vaxtı ilə müalicə etməyib, eynəkdə sağ göz 100% görür, sol göz 30% görür. O
ki o yəni hər halda razıdır da, görür. Lazerdən sonra ən azı bu qədər görəcəksiniz. Sadəcə lazerdən sonra sağ gözü bağlayıb yoxlamaq, sol göz görəsən nə qədər görür eləmək lazım deyil. Çünki həmin zəif görən göz yenə də həmişə biraz daha pis görəcək. Nəinki yaxşı göz. Biz belə baxmırıq ki, biz iki gözlə baxırıq. İki gözlə baxanda çox gözəl görməyə nail olacaqsınız. Bəli. Xüsusən də bax bu ağıllı linzalarla bağlı bayaq Nərminə xanım danışdı. Çox şükür ki, ilk çıxdığı vaxtla indiki çıxdığı, yəni indi tətbiq olunduğu lazerin özünün qiymətindən mən danışıram. Yəni daha əlçatan olub da, yəni daha insanlar bundan istifadə edə bilər. Xüsusən də bayaq Nərminə xanım özü vurğuladı. Müəllim peşəsinin daşıyıcıları, şərəfli peşənin daşıyıcıları bizim əziz müəllimlərimiz. Düşünürəm bu ağıllı linza sırf onlar üçün kəşf olunub. Təkcə onlar üçün həm də iş adamları həm yaxını görürlər, həm orta məsafəni, həm də eyni zamanda uzaq məsafəni. Bax kamera indi siz məni yaxından görürsüz, amma kamera məndən çox uzaqdadır və burada da işıqlar çoxdur. Mən kameranı belə alaqaranlıq görürəm indi. Amma yəni bu üç məsafəni görməkdən ötürü, tam rahat görməkdən ötürü bu ağıllı linzalar nə yaxşı ki, kəşf olundu. Bəli, çox yaxşıdır, çox gözəl nəticələr verir, sifarişlə gəlir. 2-3 ay bu, yəni öncədən deyirəm, həmişə pasientlərə gözləmək lazımdır. Niyə? Çünki xaricdən gəlir. Çünki sizin gözünüzün dərəcələrinə məhz şəxsən sizin üçün gəlir və başqa gözə uyğun deyil. Ona görə oturub gözləyəcəksiniz. Bilirsiniz, burada həqiqətən pasientlər fərqlidir. Eləsi var, deyir, eynəyi xoşlayıram. Eləsi, eynək yazırsan, sevinir, o valideyn sevinir ki, uşağıma yaxşı ki, eynək yazılıb, dərman yazılmır. Elə də pasient var, deyəndə ki, uşağınıza eynək lazımdır. Ağlayır, necəni, eynək, yox, mənə dərman yazın. Deyirəm, eynəkdən yaxşı şey yoxdur. O günü uşağı yoxlayırıq, iki bacı qardaş. Qardaşa eynək lazım oldu, bacıya yox. Bacı gözünü tökdü, gözün yaşını ki, mən də eynək istəyirəm. Anası deyir, sən Allah həkim. Ona nəsə şuaya qarşı bəkəm yazaq, sadə eynək. Yazdıq şuaya qarşı, get tax. Yəni, insanlar fərqlidir. Eləsi var, eynəyi xoşlayır, eləsi var, deyir, xoşlamıram, daha yaxşı mən zəif görüm, nəinki eynək taxım. Həqiqətən böyük insanlar var, artıq 40 yaş, 35 yaş, zəif görür, 10% görür. Deyirəm, siz necə dolanırsınız, necə işləyirsiniz, necə siz maşın sürürsünüz? Bəli, avtomobilin necə dərəmək taxmayacam eynəyi. Yəni, qətiyyən eynəyi xoşlamır. Ona görə burada pasientlər fərqlidir. Eləsi var, deyir, hə, neynirsən elə, mən eynəksiz görüm. Eləsi də var, deyir, mən eynəyimi xoşlayıram, mən daha gözəl görsənirəm eynəkdə və yaxud da istəmirəm, biz heç vaxt məcbur eləmirik. Ona görə eynəyi atmaq istəyən pasientlər özləri biz tapacaqlar, gələcəklər və biz ən gözəl üsullar təklif edəcəyik. Clear lens əməliyyatı hər yaşda etmək mümkündür. Sadəcə, əgər pasiyentin 18, 19, 20, 25 yaşı varsa və əgər onun gözü ICL lensə də uyğundur, əlbəttə ki, daha yaxşı ICL lensi, linzanı implantasiya etmək. Niyə? Çünki ICL linza implantasiyası gözdən biluru xaric etmirik. ICL linzanı qoyuruq bilurun üstünə. Yəni, gözdən heç bir şey xaric olunmur. Çox az, demək olar, atravmatikdir. Amma clear lens əməliyyatda gərək bilur xaric olunsun, bilurun yerinə linza implantasiya olunsun. Ona görə burada artıq yaşa baxırıq. Hansı pasiyentə daha uyğundur, ya yox. Amma clear lens əməliyyatı dediyim kimi hər yaşda etmək olar. Daha çox 40 yaşdan sonra biz bu əməliyyatı edirik. Çünki artıq 40 yaşdan sonra bütün pasiyentlərdə az da olsa bilurda bulanmalar baş verir və gec-tez 50, 60, 70 yaşında bu pasiyent katarakt əməliyyatı keçirdəcək. Katarakt əməliyyatı clear lens əməliyyatı eyni əməliyyatı, kataraktada sadəcə bulanmış bilur çıxır, clear lens əməliyyatda həmin bilur şəffaf şəkildə çıxır. Siz anladınız mı? Yəni niyə gözləyək ki, haçansa kataraktanı edəcəm, ağıllı lensi qoyacam. Əgər indi vaxt itirmədən siz əziyyət çəkirsiniz, eynəklərdən azad olun, gələcəkdə kataraktada olmayacaq bu gözdən. Çox doğru. Bilirsiniz, mən bu məsələlərdə xüsusən də bax bu eynəkdən azad olma əməliyyatları olsun, ağıllı linzalar olsun, bilmirəm, o smile lazer olsun, ekzimer lazer olsun. Burada həmişə bir şey məsləhət görürəm. Ətrafımda olan insanlara da, bax elə bizim izləyicilərimiz də hər biri bizə doğmadır. Yəni o adam necə doğmasına məsləhət görər. Birinci, həkimi seçmisənsə, araşdırıb getmisən də, düzdür, yanına. Bax, o zaman özünü ona etibar elə. Mən gəldim Nərminə xanıma, gözündə bir problem var. Mən artıq onu seçmişəm də və deyirəm ki, Nərminə xanım, siz nə məsləhət görürsünüzsə, mənim gözümə hansı uyğundursa, bax, o əməliyyatı da xahiş edirəm, icra edin. Amma belə çox da bu araşdırım, ay ekzimer lazer necədir, ay smile lazer necədir? Yəni, düşünürəm ki, birinci həkimi araşdırıb
tapmaq, daha sonra isə ona güvənmək lazımdır. Mən həmişə deyirəm, mən öz anama hardasa bir 8 il öncə eksimer lazer əməliyyatı etmişəm. Yəni pis olsaydı yəqin ki etməzdi. Mən etmişəm. Çox da gözəl görür. Ona görə də hamıya tövsiyə edirəm. Əllərinizə sağlıq. Sağ olun. Nə yaxşı ki varsınız. Nərminə xanımın hər ölkədən pasiyenti var. Təkcə Azərbaycandan yox, eləcə də dünyanın bir çox ölkələrindən, hər yaş qrupundan olan insanlar ona müraciət edir. Həmçinin bizim dəyərli professorumuz Raysim Hacıyevi də buradan salamlayırıq. Onu da vurğulamaq istəyirəm. İkisi əl-ələ verərək Hat Medicine klinikasında bizim balalarımızın, yeniyetmələrin və təbii ki böyük insanların göz sağlamlığını qoruyurlar. 051 552 52 34 050 327 18 82 və əziz valideynlər, Qurban Bayramı ilə əlaqədar tətillərdə övladlarınızı Hat Medicine klinikaya aparmaqda da tələsin. Çünki həm uşaqlarınızın zəif görməsini, həmçinin də çəpgözlüklə bağlı problemlərini aradan qaldıra bilərsiniz bu fizioterapiya sayəsində. Nərminə xanıma bir daha təşəkkür etmək istəyirəm. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloqumuz bizimlə bərabər idi. Siz də çox sağ olun, Günay. Var olasınız. Biz təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz. Əziz tamaşaçılar, qısa fasilə. Qısa fasilədən sonra canlı daha bir dəyərli həkim mütəxəssisimiz qonağımız olacaq. Ona görə gözünüz bizdə olsun. Ürək qapaq xəstəlikləri haqqında nələri bilirik? Vaxtında həkimə müraciət hansı risklərin qarşısını ala bilər? İnvaziv kardioloq Nemət Bəşirovu dinləyərək bu mövzuda maariflənə bilərsiniz. İlk müraciət edəcəyi həkim ürək həkimi, yəni kardioloq olmalıdır. Ürəkdə bir problem varsa, ürəyimizin gücü düşübsə və ürəyin atım fraksiyası normadan aşağı gəlibsə, bu zaman bunun daha çox ürək mənşəli olduğunu görürük. Birazdan Sağlam Gün Ayda.